fikir verin. Bax, gap sözü danışmaq mənasını verir, dialektədir, amma biz buranın rus dilində qavari kimi qarşımıza çıxdığını görürük. Qavari rus dilində ən işlək sözlərdən biridir, danışmaq mənasını ifadə edir. Həmçinin dilimizdə qavramaq sözü var, başa düşmək mənasında və musiqiçilərin ifadə etdiyi qaval sözü var. Bu qaval sözü dilçilərə görə dilimizə ərəb dilindən gəlib, lakin mən göstərirəm ki, bu türk-ərəb dilinə aiddir, ən yaxşı halda, yəni eyni anda. Çünki biz qarşıdakı təhlilləri apardıqda görəcəyik ki, dünya dillərində ən axırıncı ayrılan dil ailəsi Hind-Avropa dili, Hami-Sami dilləri və türk dilləridir. Mən bunu əsasən proto-ön türkçə adlandırıram. Və eyni ilə fikir verin, qaval sözü və eyni ilə qopuz və qopur sözü. Necə olur ki, qopuz sazın digər sinonim adıdır, türk dilindədir, qopur türk dilindədir, amma qaval ərəb dilindən dilimizə gəlib. Gördüyümüz kimi əslində qaval, qopur, qopuz səslənən, səs çalan alət mənasını ifadə edir. Yəni sən bir musiqi aləti düzəltmisənsə, bunu hansı sözlərlə ifadə etməlisən?